Salam dostlar, bugünkü mövzumuz Azərbaycan Respublikasının fiziki coğrafi mövqeyi və relyefidir. Azərbaycan Respublikası deməli Avrasiya materikində yerləşir. Coğrafi koordinatları 38 və 42 şimal enlikləri, 45 və 51 şərq uzunluqları arasında yerləşir. Bakının coğrafi koordinatlarını da yadımıza salaq ki, 40 şimal enliyi və 50 şərq uzunluğudur. Respublikamızın ümumi sahəsi 86,6 min kvadrat kilometrdir. Respublikamızın sərhədlərinin uzunluğu isə 3474 kilometrdir. Bu həm su sərhədimiz, həm də quru sərhədlərimizin uzunluqlarının cəmidir. Respublikamızın şərq sahillərində Xəzər dənizi suları vasitəsilə yuyulur və Xəzərin qərbində yerləşir ölkəmiz. Əgər buradan Xəzərin sahilindəki olan sərhədlərimizin uzunluğu 825 kilometrdir və bunu çıxsaq, bizim ümumi digər ölkələrlə olan quru sərhədlərimizin uzunluğu qalar ki, bu da 2649 kilometr edir. 2649 kilometr bizim olacaq quru sərhədlərimizin uzunluğu. Respublikamız qurudan 5 ölkə ilə sərhəddir. Şimaldan Rusiya ilə, şimal-qərbdən Gürcüstanla, qərbdən Ermənistanla, cənub-qərbdən Türkiyə ilə, cənubdan isə İranla sərhədimiz var. Deməli, gəlin sərhəddə olduğu ölkələrin keçdiyi coğrafi obyektlərə baxaq. Deməli, Rusiya ilə sərhədlərimiz Şollar düzü, Samur çayı, Sudur silsiləsi və Baş Qafqaz silsiləsindən keçir. Rusiya ilə sərhədimizin uzunluğu 391 kilometrdir. Gürcüstanla sərhədimizin uzunluğu 471 kilometrdir. Gürcüstan Azərbaycanın şimal-qərbində yerləşir sərhəddə. Olacaq burada deməli Mazım çayı, Qanıq çayı, Qabırlı çayı, Ceyrançöl, Çobandağ, Candargöl sərhədlərimiz olacaq Gürcüstanla sərhədin keçdiyi obyektlər. Sonra gəlirik Ermənistanla. Ermənistanla 1007 kilometr sərhəddə malikdir ki, quru sərhədin olduğu ölkələr arasında ən çox sərhəd payına malikdir. Deməli, Ermənistanla olan sərhədlərimiz Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, daha sonra Dərəliyə silsiləsi və Zəngəzur silsilələridir. Türkiyə ilə sərhədimizin uzunluğu 13-15 kilometr olaraq qeyd olunur. Türkiyə ilə sərhədlərimiz isə Araz çayı və Sədərək düzündən keçir. İranla sərhədlərimizin uzunluğu isə 765 kilometrdir. 765 kilometrdir. İranla sərhədlərimiz, deməli, Naxçıvan Araz boyu düzənlikləri, Araz çayı, aşağı Araz boyu adlanan Gəyən İncə Hərami düzləri, Mil düzü, Muğan düzü, Bolqar çay, Talış dağları, Astara çay və Lənkəran ovalığından keçir. Bu, respublikamızın qurudan olduğu sərhədləridir. Eyni zamanda dedik ki, Xəzər dənizi ilə şərq sahillərində 825 kilometr uzandı. Və Xəzər dənizi vasitəsilə də sərhəd olduğumuz ölkələr var. Bunlar hansılardır? Rusiya, Rusiya, Qazaxıstan, daha sonra Türkmənistan və İrandır. Deməli, Rusiya və İranla həm su sərhədimiz oldu, həm də quru sərhədimiz oldu. Qazaxıstan və Türkmənistanla isə yalnızca su sərhədimiz var. Türkmənistan və Qazaxıstanla yalnız su. Yalnız quru sərhədimiz isə Gürcüstan, Ermənistan və Türkiyə ilə olacaq. Bu da belə. Deməli, coğrafi koordinatlarla bağlı və fiziki coğrafi mövqeyi ilə bağlı bütün məqamlara toxunduq. Gəldik relyefinə. Respublikamız relyef xüsusiyyətlərinə görə 5 tektonik zonaya bölünür. Ümumiyyətlə, respublikamız Ərəbistan litosfer tavası ilə Şərqi Avropa litosfer tavasının toqquşma zonasında yerləşir və ona görə də geosignal ərazidədir. Alp-Himalay geosignal qurşağına aiddir. Tamamilə geosignal, yəni platforma olan ərazisi yoxdur. Seismiklik yüksəkdir. Burada deməli tektonik baxımdan 5 zonaya bölünür. Baxırıq, Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür
çökməsi, Kiçik Qafqaz qalxması. Kiçik Qafqaz qalxmasına fikir versək, həm Naxçıvanda, həm də Talış dağlarında mövcuddur. Talış dağlarının yüksək dağlıq hissəsi və Talışın silsilələri olduğu hissələr demək Kiçik Qafqaz qalxmasına aiddir və Araz zaman platforması enməsi. 2 dənə qalxma oldu, Böyük Qafqaz və Kiçik Qafqaz qalxması. 3 enmə, Ön Qafqaz çökməsi, Kürd çökməsi və Araz zaman çökməsi. İndi gəlin burada həmin deməli tektonik zonalara aid olan relyef vahidlərinə baxaq. Ön Qafqaz tektonik çökməsi. Ön Qafqaz tektonik çökməsində yerləşir Samur Dəvəçi ovalığı, Şollar düzü burada yerləşir. Qusar maili düzənliyinin bir hissəsi. Demək, Şollar düzü, Samur Dəvəçi düzənliyi və Qusar maili düzənliyinin bir hissəsi. Bu oldu Ön Qafqaz tektonik çökməsi. Böyük Qafqaz tektonik qalxması. Böyük Qafqaz tektonik qalxmasında Qafqaz dağları yerləşir. Böyük Qafqaz dağları. Ümumiyyətlə Qafqaz dağları Rusiya ərazisindən başlayır. Rusiya ərazisində Taman yarımadasından başlayır. Qafqaz dağlarının ən hündür zirvəsi Elbrus dağlarıdır. Respublikamız daxilində Böyük Qafqaz dağlarının ən hündür zirvəsi isə Bazar düzüdür. 4466 metrdir. Həmçinin respublikamızın ən hündür nöqtəsidir. Böyük Qafqaz dağları cənub-şərqə doğru uzanır və respublikamızda Çinovrosso zirvəsindən başlayır və cənub-şərqə doğru uzanır. Baba dağa qədər, Baba dağın zirvəsi 3629 metrdir. Kəskin şəkildə parçalanmışdır. Kəskin şəkildə parçalanma, yəni yamacların meyilliyi çoxdur, yəni daha dikdir və daha çox hündürlüyə malikdir. Baba dağdan sonra isə artıq parçalanma azalmışdır, lakin Abşeron yarımadasına qədər davam edir və sualtı tirələr vasitəsilə Türkmənistan ərazisinə qədər gedib çıxır. Deməli, Bazar düzü dedik ki, Qafqaz dağları Çinovrosso zirvəsindən başladı respublikamızda və daha sonra burada Baş Qafqaz silsiləsi yerləşir. Baş Qafqaz silsiləsi üzərində yerləşir Qutondağ 3648, Ahvay 3481, daha sonra Bazar düzü zirvəsi 4466, Zəfər zirvəsi 4301, Tufandağ 4191 metr olacaq. Sonra burada yan silsilə var. Yan silsilənin üzərində Şahdağ zirvəsi 4243 metr, Yarıdağ 4116 metr olacaq. Daha sonra Dübrar silsiləsi. Dübrar silsiləsinin ən hündür nöqtəsi Dübrar dağıdır. 2205 metrdir. Bundan başqa yenə də silsilələr var. Bunlar deməli Qovdağ silsiləsi, Niyaldağ silsiləsi, Ləngəbiz, Ələt tirəsi, Qobustan alçaq dağlığı, daha sonra Yaşma düzü, Böyük Qafqaza aid olan relyef vahidləridir. Gəldik Kürd tektonik çökməsinə. Kürd tektonik çökməsində əsasən düzənliklər yayılmışdır, ancaq düzənliklərlə yanaşı burada da silsilələr mövcuddur. Burada tünd yaşılda gördüyümüz ərazilər Xəzər dəniz səviyyəsinə uyğun gəlir. Xəzər dənizin səviyyəsi -27 metrdir. Respublikamızın ən alçaq nöqtəsi -27 metrdir. Ən maksimum nöqtəsi isə Bazar düzüdür. Və biz bu iki qiyməti bilməklə respublikamızın hündürlük amplitudasını hesablaya bilərik. Hündürlük amplitudası nədir? Hündürlük maksimum çıxılsın hündürlük minimum. Yəni respublikamızın ən hündür nöqtəsi Bazar düzü idi, 4466 metr, çıxılsın ən alçaq nöqtəsi -27 və biz bununla da iki çıxma olan da toplam olurdu 4493 metr. Deməli, respublikamızın hündürlük amplitudu 4493 metrdir. Bəli, Kürd çökəkliyində dedik ki, tünd rəngli olan hissələr Xəzər dəniz səviyyəsinə uyğun gəlir. Rəng tonu açıldıqca isə artıq hündürlüyü artır. Baxarıq ki, burada yerləşən hansı düzənliklər var? Mir düzü, Muğan düzü, Salyan düzü, Şirvan düzü, Cənub-Şərqi Şirvan düzü. Həmçinin burada testlərdə çox vaxt çaşdırılan məqam Lənkəran ovalı. Lənkəran ovalı tektonik baxımdan Kürd tektonik çökməsinə aiddir. Daha sonra Qanıq əyri çay çökəkliyi, Ceyran çöl, Acınohor alçaq dağlığı, Gəncə Qazax düzü, burada Qarayazı düzü, daha sonra Qarabağ düzənliyi,
Gəyən incə hərami düzənlikləri aiddir. Bu oldu bizim deməli, gəyən incə hərami düzənliyinə aşağı arazboyu düzənliklər də deyilir. Bu oldu Kür tektonik çökəkliyi ərazisində yerləşən düzənliklər. Həmçinin dedik ki, Kür çökəkliyində düzənliklərlə yanaşı silsilələr də var. Bunlar hansı silsilələrdir? Misal üçün, burada baxırıq ki, Ellər oyuğu, Palantökən silsiləsi, Bozdağ silsiləsi, Xocaşen silsiləsi, Daşüz silsiləsi, Qara Məryəm tirəsi. Bunlar deməli, çökəklikdə yerləşən silsilələrdir. Daha sonra gəldik Kiçik Qafqaz dağlarına. Kiçik Qafqaz tektonik qalxmasına, daha doğrusu Kiçik Qafqaz tektonik qalxmasında yerləşən əsas silsilələrimiz Şahdağ silsiləsi, Göyçə silsiləsi, Murovdağ silsiləsi və Qarabağ silsilələridir. Şahdağ və Göyçə silsilələri sərhəddə yerləşir. Ermənistanın sərhədimizdə yerləşir. Şahdağ silsiləsinə Qocadağ 3316 metr. Murovdağ silsiləsi üzərində ən hündür zirvə Qamış dağdır, 3724. Daha sonra Kəpəz dağı var, 3066. Böyük Kinal dağ zirvəsi mövcuddur və burada Ömər aşırımı var. Daha sonra Qarabağ silsiləsi üzərində Böyük Kirs dağları 2725 metr hündürlüyə malikdir və burada Qarabağ vulkanik yaylası yerləşir. Qarabağ vulkanik yaylasında vaxtı ikən stratovulkanlar mövcud olmuşdur. Hal-hazırda onlar fəaliyyət göstərmir, amma onların qalıqlarına rast gəlinir və burada Qarabağ vulkanik yaylasının ən hündür nöqtəsi Dəli dağdır, 3616 metrdir. Həmçinin Böyük İşıqlı, Gəlinqaya kimi dağlar mövcuddur. Böyük İşıqlının hündürlüyü 3550 metrdir. Daha sonra Kiçik Qafqaz tektonik qalxmasına aid olan Dərəliyə silsiləsi və Zəngəzur silsilələri var. Dərəliyə silsiləsinin ən hündür zirvəsi Kükü dağdır, 3120 metrdir. Zəngəzur silsiləsinin ən hündür nöqtəsi isə Qapıcıqdır. Qapıcıq dağları ümumilikdə Kiçik Qafqaz tektonik zonasının ən hündür nöqtəsidir, 3904 metrdir. Burada həmçinin Qazangöl dağı da var ki, 3829 metrdir. Baba dağın hündürlüyü 3629'dur. Qazangöl dağı isə 3829'dur. 200 metr daha hündürdür. Baba dağdan 200 metr daha hündürdür. Daha sonra Kiçik Qafqaz tektonik qalxmasına aid olan deməli burada Talış dağları, Peştəsər silsiləsi, Dizdoni silsiləsi və Brovar silsilələri mövcuddur. Yalnızca Talış dağları sərhəddə yerləşir. Digər Peştəsər, Dizdoni və Brovar silsilələri isə sərhəddə yerləşmir. Talış dağlarında iki zirvə var ki, Kömürgöy zirvəsi ən çox hündürlüyə malik olandır, 2493 və Qız yurdudur, 2433 metrdir. Bu da oldu bizim deməli Kiçik Qafqaz tektonik qalxmasına aid olanlar. Burada deməli Gülüstan, Yayçı, Ordubad düzənlikləri aiddir. Qalxmaya aiddir. Baxın, burada deməli Gülüstan, Yayçı və Ordubad düzənlikləri də Kiçik Qafqaz qalxmasına aiddir. Burada ümumiyyətlə 7 dənə düzənlik var. Sədərək düzənliyi, Şərur düzənliyi, Böyükdüz, Naxçıvan düzü, Gülüstan, Yayçı və Ordubad. Son 3 dənəsi Gülüstan, Yayçı, Ordubad Kiçik Qafqaz qalxmasına aiddir. İlk 4'ü isə Araz zaman platformasına, yəni emmə zonasına aiddir. Demək, bir daha deyirəm, bax, Sədərək, Şərur, Böyükdüz və Naxçıvan. Bunlar oldu deməli Araz zaman platformasına, yəni enməyə. Gülüstan, Yayçı, Ordubad isə qalxmaya aid olacaq. Bu da oldu respublikamızın relyefi ilə bağlı olan qeydlər.